Cinlərin narahat etdiyi Əbdücanə kim idi? Bu gün Peyğəmbər səhabəsi olan Əbdücanənin həyatından danışacağam. Yeni gələnlər üçün mənim adım Hüseyn Fərhadov. Tarixçiyəm və bir kitabın müəllifiyəm. Əbdücanə Səmaq ibn Hərəşə Mədinənin Xəzrəc qəbiləsindən olan bir şəxs idi. Mədinənin ilk müsəlmanlarından idi və ilk iman gətirən şəxslərdən olmuşdu, Ənsardan. Bundan əlavə Peyğəmbər Mədinəyə köç eləyəndə, hicrət edəndə ona öz evini təklif edən şəxslərdən biri olmuş ki, ya Rəsulullah, gəl mənim evimdə qal günə. Doğrudur, yəni Peyğəmbər onun evində qalmadı, amma o hər bir halda təklif eləmişdi. Bundan əlavə Əbdücanə hər kəsə, yəni müsəlmanların çoxuna örnək olacaq bir əxlaq sahibi idi. Döyüşlərinə gəldikdə isə çox güclü döyüşçülərdən biri idi və Peyğəmbərin yanında çox döyüşlərə girmişdi. Bundan əlavə Bədir və Ühud döyüşündə göstərdiyi xüsusi rəşadətlər tarix və sirə kitablarında geninə boluna yazılıb onun haqqında, yəni həmin o iki döyüşdə necə iştirak etməsi və müharibələrdə iki qılıncla döyüşdüyü üçün ona Zus Seyfeyn, yəni iki qılınc sahibi deyirdilər. Məsələn, Ühud döyüşündə onun göstərdiyi rəşadətlərdən danışmalı olsaq, həmin o döyüşdə Peyğəmbər əlinə bir qılınc aldı və müsəlmanlara çönüb dedi ki, kim bu qılıncın haqqını verə bilər? Bir çox döyüşçülər orada mən eləyərəm desə də Peyğəmbər onların heç birinə vermədi. Əbdücanə belə baxdı, fikirləşdi ki, burada nə isə bir şey var da. Qayıdıb dedi ki, Peyğəmbərə, soruşdu ki, bu qılıncın haqqı nədir ki, yəni neyniyək bu qılıncı götürsək? Qayıdıb dedi ki, Peyğəmbər, bu qılıncın haqqı odur ki, bu qılınc əyilənə qədər bununla döyüşəsən. Əbdücanə qəbul elədi, razılaşdı, götürdü və başına ölüm parçası adlanan qırmızı rəngdən bir əmmamə, bir sarıq bağladı və döyüşə, məğrur bir pələng kimi döyüşə girdi. Bundan sonra döyüşə gedib, hətta Əbu Sufyan ibn Hərbin arvadı Hind binti Ütbə ilə üzbəyiz çıxdı, onunla qarşılaşdı və onunla döyüşdü, onu yerə yıxdı, öldürmək istəyəndə ki, qılıncın qaldırıb belə dirədi boğazında kəsmək istəyəndə düşündü və qayıtdı, dedi ki, Allah Peyğəmbərinin qılıncı bir qadının boynuna enməkdən daha üstündür. Buna görə onu öldürmədi və çıxıb getdi, başının üzərindən çəkildi. Amma sonra Ühud döyüşündə vəziyyət dəyişdi, bildiyiniz kimi müsəlmanların məğlub olduğu bir döyüş idi. Vəziyyət dəyişdi və müsəlmanların bir çoxu təpəyə qaçmağa başladı. Amma Əbdücanə Peyğəmbərin yanında qalan az sayda şəxslərdən, barmaqla sayılacaq qədər az olan şəxslərdən biri oldu ki, Peyğəmbəri axıra qədər qorudu. Orada Abdullah ibn Həmidin qılınc zərbəsi var idi ki, Peyğəmbərə enən vəziyyətdə əlindəki qılıncla onu blok, yəni müdafiə elədi, qılıncı saxladı ki, Peyğəmbərə dəyməsin və Peyğəmbəri ölümdən qurtardı. Və Abdullah ibn Həmidə də ikinci zərbəni vurub öldürdü özü. Bundan sonra müşriklər tərəfdən ox atıldığını, Peyğəmbərə ox atıldığını görəndə onların qarşısını kəsə bilməyəcəyini gördü və beləliklə də fırlandı, Peyğəmbəri qucaqladı ki, ona dəyməsin oxlar və həmin vaxt Əbdücanənin özünə bir neçə, yəni kürəyinə bir neçə ox saplandı. Amma onun əynindəki Məhşərə adlı qalın zireh var idi ki, onu qorumuşdu. Beləliklə, yəni həm Peyğəmbəri ölümdən qurtardı, həm də özünə də bir şey olmadı, yəni ciddi bir xəsarət almadı. Beləliklə, Əbdücanə Ühud döyüşündə ölümünə döyüşən döyüşçülərdən biri olmuşdur və Peyğəmbəri qorumaq üçün əlindən gələn hər bir şeyi etmişdi. Və buna görə də Peyğəmbər onun üçün xüsusi olaraq Allaha dua etmişdi. Yəhudi tayfası olan Bəni Nəzirlə müharibədə isə Peyğəmbər baş sərkərdə olaraq Həzrət Əlini təyin etsə də, onun iki əsas köməkçisi, biri Əbdücanə, o biri isə Səhl ibn Hənif təyin olunmuşdu. Həmin döyüşdən əldə olunan qənimətdən Ənsara heç bir şey verilməsə də, yəni Mədinəlilərə heç nə verilməsə də, bu iki şəxs istisna oldu. Əbdücanə ilə Səhl ibn Hənif istisna oldu. Onlara həmin döyüşdən olan qənimətlərdən verildi, Peyğəmbər verdi. Çünki onlar Mədinənin yoxsul şəxslərindən idilər. Xeybər müharibəsində də iştirak edən Əbdücanə həmin yəhudilərin bir böyük sərkərdələrindən birini öldürmüşdü. Belə ki, həmin sərkərdə ortaya çıxıb müsəlmanlardan bir döyüşçü tələb eləyir ki, mənimlə təkə-tək döyüşəcək bir şəxs olsun. Əbdücanə meydana çıxır və həmin yenə də ölüm sarığını, qırmızı əmmaməsini başına qoyur, çıxır onunla döyüşür və çox rahat şəkildə onu öldürür. Həmin o döyüşdən, həmin o sərkərdənin ki, ölən sərkərdənin zirehi və qılıncı ortada qalır. Peyğəmbər elə onu Əbdücanənin özünə verir, qənimət olaraq. Xeybərdən sonra isə Vadil Qurra döyüşündə orada 11 nəfər, qarşı tərəfdən ölən 11 nəfərdən ikisi Əbdücanənin payına düşmüşdü. Yəni Əbdücanə o 11 nəfərdən ikisini Əbdücanə həll eləmişdi. Hüneyn döyüşündə isə bir sərkərdə var idi. Qırmızı yekə hündür dəvənin üzərində oturub, qara bayrağı da əlində tutub
ona buna müsəlmanlara hücum eləyirdi və kimə hücum eləyirdisə vurduğu adam, yəni qalxmırdı ayağa belə deyək, dəvənin üzərində özü də oturub. Bunu işi belə görəndə Əbdücanə yaxınlaşıb dəvəyə zərbə endirdi, yıxdı və beləliklə, yəni aşırdı da belə deyək sərkərdəni. Dəvənin üstündən yuvarlanan sərkərdə ayağa qalxıb qılıncını çəkdi və həmin vaxtı Həzrət Əli də Əbdücanəyə köməyə gəldi və sərkərdəni bir yerdə öldürdülər. Hicri 9-cu ildə isə Peyğəmbər Təbuk müharibəsinə hazırlaşarkən müsəlmanlarla Mədinədə münafiqlər şimalda olan bir əmir var idi, Əkidar İbn Əbdülməlik İbn Əbdülcin. Ona bir məktub yazırlar ki, danışıq keçirlər ondan ki, bəs Peyğəmbər gedəcək müsəlmanlarla Təbuka, Romalılarla yəni döyüşə. Sən də hücum eləyib Mədinəni tutarsan. Peyğəmbər bu məsələdən xəbər tutur və əvvəlcədən getməmişdən qabaq 20 nəfərlik bir dənə dəstə düzəldir. Başçıları da Əbdücanə ilə Zübeyr ibn Əvvamı təyin edir. Gizli şəkildə göndərir Dövmətül Gəndələ. Dövmətül Gəndəl həmin o Əkidarın olduğu, həmin o əmirin olduğu yer idi. 20 nəfərlə gedib orada gizli şəkildə Əbdücanə ilə Zübeyr ibn Əvvamın başçılığında, yəni o 20 nəfər müsəlman gedib Əkidarı öz sarayında əsir tuturlar. Həmin o döyüşdə Əbdücanə böyük rəşadət göstərir. Bu hadisədən sonra isə Təbuka gedəndə Peyğəmbər Xəzrəclərdən ibarət döyüşçülərin sərkərdəsi olaraq Əbdücanəni təyin edir. Həccül-Vidada isə Peyğəmbər Mədinədən çıxıb Məkkəyə, həmin o vida həccinə deyək də, həcc ziyarətinə, yəni gedəndə düzdür, sonradan yəni vida həcci olurdu artıq Peyğəmbər üçün. Məkkəyə həccə gedəndə Əbdücanəni öz yerinə Mədinədə canişin qoyur, canişin təyin edir. Peyğəmbərin vəfatından sonra isə Əbdücanə Müseyləmə Kəzzab ki, yalançı peyğəmbərdir, peyğəmbərliyi iddia edirdi. Onunla döyüşə yollanır, yəni müsəlmanlarla birgə onunla döyüşməyə yollanır və onların, yəni Müseyləmə Kəzzabın sığındığı bir qala kimi bağları olur. Həmin ora girəndə qurulan tələyə düşür bir ayağı və ayağını sındırır. Lakin həmin o sınıq ayaqla da ayağını arxasınca sürüyə-sürüyə axıracan döyüşür Əbdücanə. Əbdücanənin nə vaxt vəfat etdiyi, nə vaxt şəhid olduğu, yəni necə vəfat etdiyi barədə dəqiq məlumat yoxdur. Bəziləri onun elə həmin Müseyləmə Kəzzabla Yəmamədə olan döyüşdə şəhid olduğunu deyirlər. Bəziləri deyirlər ki, 2-ci xəlifə Ömərin vaxtında bəzi torpaqlardan xüms yığdığı məlumdur. Yəni xəlifə onu məmur olaraq təyin eləmişdi. Həmin fəth olunan torpaqlardan xüms qəniməti toplayan məmur idi. Bəziləri yəni həmin vaxtlara qədər yaşadığını deyirlər. Bəziləri deyirlər ki, hətta Qadisiyyə müharibəsində iştirak eləyib. Bəziləri isə Həzrət Əli ilə Siffin müharibəsində belə döyüşüb orada şəhid olduğunu deyirlər. Və bütün bu məlumatları belə deyək, təhlil eləsək uzun bir şey olar. Yəni bu bir videoya sığacaq şey deyil. Hətta Əbdücanə haqqında məlumatlar o qədər çoxdur ki, yəni bir kitab da yazmaq olar. Fikrim yoxdur. Yazmaq fikrim yoxdur. Belə yazdığımı belə satdım, qaldı o. Bütün bunlardan əlavə Əbdücanənin həyatında qəribə və maraqlı bir hadisə də baş verib ki, həmin o cinlərin onu narahat eləməsi məsələsidir. Və onun həyatı ilə bağlı qeyd edirlər ki, bir gün Peyğəmbərin yanına gəlib, deyir ki, ya Rəsulullah, bəs mən gecələr evimdə, yatağıma girəndə evdən tükürpədən səslər, qışqırıqlar eşidirəm. Yaxud da bəzən bəzi gecələr görürəm, yəni eşidirəm ki, kimsə sanki evdə oturub cəhrə fırladır. Yəni həmin o cəhrənin səsini eşidirəm sanki, cəhrə səsi gəlir evin içindən. Bəzən otağımda yatdığım yerdə gözlərimə qaranlıq çökür, nələrsə qaranlıq bir şeylər görürəm. Yəni bütün bu şeyləri Peyğəmbərə deyir və Peyğəmbər də qayıdıb deyir ki, həmin onlar cinlərdir və səni narahat edirlər. Bundan sonra Peyğəmbər, yəni bu sözlərdən sonra Peyğəmbər üzünü orada oturan Həzrət Əliyə tutub deyir ki, bir kağız qələm gətir və deyəcəyim şeyləri yaz. Bundan sonra Peyğəmbər tarixdə Əbdücanə duası kimi sayılan, yəni deyilən bu gün də günümüzdə olan həmin o duanı, məşhur bir duanı yazır ki, bugünkü gündə ulum-u qəribə ilə, yəni qəribə elmlərlə məşğul olan şəxslər arasında Əbdücanə duası məşhurdur. Bəzi təfsirçilər Əbdücanənin şənində olan hətta Quran ayələri olduğunu da deyirlər, lakin mən o mövzuya da girmirəm, video uzanmasın deyə. Bundan əlavə Şiədə Rəcət əqidəsi ki var, həmin o Rəcət əqidəsində deyilənə görə, bəzi rəvayətlərə görə qayıdışda həmin o Əbdücanə də qayıdacaq. Yəni Əbdücanə də Rəcətdə iştirak eləyəcək deyirlər. Əbdücanənin ailəsinə gəldikdə isə o Aminə binti Əmir adlı bir xanımla evlənib və ondan cəmi bir oğlu, yəni Xalid adlı bir oğlu olub. Xalid İmam Əlinin yaxın tərəfdarlarından, şiələrindən biri olub. Eyni zamanda Xalidin soyundan gələn və həmçinin Əbdücanənin yəni soyundan gəlmiş olur.
Xalidin soyundan gələn şəxslər Bağdad və Mədinədə sonradan yaşayıblar. Yəni onun soyundan gələn nəsillər Mədinə və Bağdad kimi şəhərlərdə məskunlaşıblar. Bu qədər. Video xoşunuza gəldisə bəyənin. Mənə bu videonun müqabilində bir yaxşılıq etmək istəyirsinizsə, bunu sadəcə bir təşəkkür yaza bilərsiniz. Yəni rəylərdə. Əgər savab da qazanmaq istəyirsinizsə, o zaman videonu paylaşın ki, başqaları da bu məlumatlardan agah olanda sizə də savab yazılar.